Herkese salam. Kanalımıza hoş geldiniz. Çoxdandır video paylaşmırdım. Demək olar ki, tek neçə vaxtdır bir tek video paylaşmışam. Amma ikimizin demək olar ki, bir dənə videosu var. İstədim yenə ikinci videomuzu paylaşaq. Ana bala birlikdə. Bugün sizə sobada çöp şiş kebab paylaşacağım. Kebab deyəndə ağla lülə tikə gəlir. Amma ki, bu tələbəzlərlə və toyuqla olan bir şeydir. Əlavə olaraq sosiska da edə bilərsiniz, amma mən kalbasadan istifadə edəcəm. İndi göstərəcəm ləvazimatları. Bu da ləvazimatlardır. Tərəvəzi istədiyiniz qədər edə bilərsiniz. Yəni ki, isteyə bağlıdır sayı. Yəni belə bir şey də, çətin bir şey də yoxdur. Buradakı soğan və sarımsağı az sonra göstərəcəm. Toyuğun doğranacaq. Toyuğun elə bil qarışımına qatacağam. Soğan və sarımsağı dadlandırmaq üçün. Burada da həmişəki kimi bir çay qaşığı qatıq. Mayonez də ola bilər. Yəni evdə mayonez var idi, amma köhnə olduğuna görə, nəsə çoxdan olduğuna görə nəsə qatmağa tərəddüd etdim. Ona görə əvəzində qatıqdan istifadə elədim. Smetan da ola bilər, yəni fərqi yoxdur. Amma mayonezlə olanda daha da yaxşı olur qatqı. Bir çay qaşığı tomat pastası. Burada da yarım çay qaşığı qırmızı pul biber. Bir çay qaşığından da az, yəni gələ də o da yarım çay qaşığı cirə. Üdülmüş cirə. Bir çay qaşığı duz. Bir çay qaşığı da sizə əvvəlki videolarımda göstərmişdim. Toyuğa qatmaq üçün, kebablara qatmaq üçün üzərində şaşlıq yazılmış bir paketlənmiş şəkildə olan qatqıdır. Yəni içərisində hər bir ədəvalar mövcuddur. Yəni dadlandırıcıdır, belə deyim. Ondan da bir qaşıq çay qaşığı. Bir də keçirik. Burada məndə kalbasa var. Əslində sosiskanı daha əlverişlidir. Yəni ki, sosiska olanda daha da qəşəng alınır. Zənnimcə. Yəni kalbasa ilə sınamamışdım. İndi kalbasa ilə sınayacağım. Onu xatırladım ki, bu tərəvəzlər indi hal-hazırda doğranacaq. Toyuğu da doğrayacağım. Bu qatqılar da toyuğa əlavə olunacaq dadlandırmaq üçün. Tərəvəzləri iri-iri doğrasanız daha yaxşı olar. Çünki pişdikcə həm yığılır, suyu çəkilir, yığılır. Həm də şişdə qalma ehtimalına görə biraz iri olsa daha sərfəli olar. Keçirik indi hazırlamağa. Çox sadə və asan bir yeməkdir. Yəni əlavə məsələn qeyri-adi bir şey axtaranda yəni insanın əlindən tutan bir yeməkdir. Hər zaman toyuğu eyni stildə, eyni çeşiddə bişirmək məncə insanı yorulur. Ona görə də digər fərqli bir şeylər yoxlamaq daha həm damaq zevkinə görə, həm də insana xoş təəssürat yaradır da əlavə başqa bir şeylər yoxlamaq. Yəni yeməyi yeyərkən də belə zevq alırsan. Zənnimcə də yəni. Patoşdan da bunları doğra, yavaş-yavaş. Amma belə. Göstərim sənə sən. Amma ehtiyatlı ol. Gördün? Ortasından bir dənə. Yəni irilik belə daha yaxşı olar. Toyuğun döşətindən, bu arada deyim, toyuğun döşətindən istifadə elədim mən. Yəni ən yaxşı yerə, yumuşaq yer döşətidir. Sinətdir yəni. Hatta böyüklərə az istəyirəm. 4 yerə bölək. Bax belə. İri olanları elə. Bu da yedir. Yox, o elə xırdadır məncə. Bax, yenə də özün bil.
Toyuğun döşətini doğradım. Normal boy məncə bunlar daha yaxşıdır. Yəni belə. İndi isə keçirəm qatqılarını, yəni ədəvalarını qatmağa. Biraz dadlansın. Daha sonra çöplərə keçirib pişirməyə qoyacağım. Ədəvalarını tökürəm. Hatırladım ki, eğer duru yağ istəsəniz, azca duru yağ da əlavə edərsiniz. Bunları yaxşıca bir-birinə qarışdırıram. Xarmanlasın. Daha sonra hazırdır. Qarışdırdım. Hər bir ədəvasan. Soğanla sarımsağı da sürtkəcdən keçirtdim. İndi qoyuruq dinlənsin bu. Tamın çəksin özünə. Keçək tərəvəzləri doğramağa. Tərəvəzlər də doğrandı. Kalbasanı da doğradıq. Bu şəkildə doğrasanız daha yaxşı olur. Hələ mən biraz da kiçik eləmişəm. Biraz da daha artıq böyük eləsəz daha yaxşı olur. Çünki patlıcanınızda su çəkir. Ona görə. Belə toyuq da özünü tutuq. İndi keçirik bunları çöp şişə keçirməyə. Çöp şişələr də bunlardır. Bunun bazı boyları da var. Uzun boyları da var. Biz uzundan istifadə edirik. Keçirik çöplərə keçirtməyə. Ondan əvvəl tərəvəzləri qaba töküb duzlayaq. Əslində bu yeməyi tez-tezlər də paylaşa bilərdim. Yəni heç vaxt itirmədən. İstədim ki, biraz maraqlı olsun, sizə də maraqlı olsun. Baxmaq, zevq versin. Çünki tez-bazar bir yeməkdir bu. Yəni hazırlayarkən görəcəksiniz. Bu qədər vaxt almır. Biraz duzla harmanladım. Bilmirəm içinizdə bunu hazırlayan olub yoxsa yox. Amma mən bir dəfə hazırlamışam, əla da alınıb. Fatomenin köməyinə bir keçidə tez olsun. Toyuqdan da qatarsın. Məncə bu yetər. Arasından 2 olanda daha yaxşı olur. Keçirdin qoy bura.
Mən həmişə çalışmışam ki, pomidor yadımızdan çaba. Pomidor. Tapmışsan sən, aferin qızıma. Mən eyb yox, sana da əlavə edərəm. Unutdum mən. Onu deyirdim, mən həmişə çalışmışam ki, yeməyi sırf yemək məqsədi ilə yox. Yəni zövq alaraq həm hazırlamağı, həm də yeməyi. Yəni qəbul edərkən zövqlü bir şəkildə istəyirəm olsun hər biri. Başdan edilən yeməklər heç vaxt xoşuma gəlməyib. Adi bir kartof qızartmasını belə araşdırıram ki, daha dadlı, daha təyamlı olmaq üçün. Daha nə bilim qeyri-adi bir sunum etmək üçün nə ola bilər? Yəni zövq alaraq bişirmədiyim, nə bilim, yemək olmayıb. İstisna ola bilər, olmaz o bilmirəm, amma xatırlamıram. Sırf demək istədiyim, yəni ki, sırf yemək məqsədilə yemək pişirməmişim heç vaxt. Çalışdığım qədərilə də yeniliklər etməyə çalışıram. Yeni dadlar, yeni fikirlər yoxlamağa çalışıram. Necə də sizinlə paylaşmağa inşallah ki, davam edəcəm. Artıq hazırdır, keçirmişik ciblərə. Gördüyünüz kimi ləvazimatları azalda bilərsiniz, artırda bilərsiniz. Yəni istəyə bağlıdır. Keçək indi sobaya qoyaq pişməyə. Keçək sobaya qoymağa. Əslində tavasına qoya bilərsiniz. Yəni altına yağlı kağız sərib üzərinə yerləşdirə bilərsiniz rahatlıqla. Amma mən bunu tavasına etməyəcəm. Etmədiyimdən də əlavə bu tavanı alt hissəsinə qoyacağım ki, qoqasını tökülməsin, yəni sobanın içinə. Üzərindəki setkanın üzərinə düzəcəm, yəni manqaldakı kimi. Belə şəkildə düzəcəm. Göründüyün kimi. Düzüb bitirdim. İndi qoyum pişməyə. Məncə çoxdur. Vaxtı qoymağa ehtiyac yoxdur. 30 dəqiqədə – 120 dərəcəyə qoysaq məsləhət olur. Onu da toyuğa görə çox qoyuram ki, toyuğu bişsin. İndi yoxlayacağım, görüm bişməyə sürəti necə olacaq. Artıq hazırdır, pişib. Pomidorumuzun biri düşüb. Alta yəqin yaxşı keçirməmişəm. Toyuğun ətinə də baxdım, yəni toyuq ətinə də baxdım. Pişib. Sonradan hardasa 17-ci dəqiqədən 150 dərəcəyə qoydum ki, çünki yadıma düşdü alt hissəsindən sobanın tavasını keçirmişəm deyənə.
Yadıma düşdü ki biraz qalınlıq ola bilər. Ona görə tam altdan pişməmiş ola bilər. Ona görə 150-yə qaldırdım dərəcəni. Yəni siz də öz sobanıza görə ayarlaya bilərsiniz. İndi yığacağım bunları qablara. Buradan da göstərəcəm. Qaba yığdım. Baxın. Baxdınızsa bəyənməyi və abunə olmayı unutmayın. Təşəkkürlər hər kəsə.